насамперед, зараз ми знаходимося на різних рівнях з командою Карабах. Birinci ondan başlayayım ki biz Qarabağ komandasıyla fərqli səviyyələrdəyik. Ми хочемо дойти до того рівня. Biz o səviyyəyə qədər gedib çatmaq istəyirik. Ми працюємо, але повинні розуміти, що, по-перше, не може бути прохідних днів і тренувань у хлопців. Вони повинні викладатися кожен день і показувати свій рівень, щоб досягти того рівня. Ona görə də biz o səviyyə çatmaqdan ötürü biz həqiqətən başa düşürük ki, bu elə də asan bir məsələ deyil, eyni səviyyəyə gəlib çatmaq və buna nail olmaqdan ötürü mütləq şəkildə bizim oyunçularda buraxılmış günlər olmamalıdır. Onlar hər gün məşq eləməlidirlər ki, o səviyyəyə gəlib çatsınlar və tam olaraq özlərini ortaya qoymalıdırlar. Və bu əgər ortalarda boşluq və məşq olmayan günlər olarsa, həmin səviyyə gəlib çatmaq olmaz. Bunu deyə bilərəm. Дуже важливо, щоб вони це зрозуміли якнайскоріше. Тому що вигравати у таких команд треба щось більше, крім мотивації і качества, і quality. Deməli, və bunları da bizim oyuncular nə qədər tez başa düşüb ona riayət etməyə başlasalar, bunun nəticəsi də o qədər əlçatan olacaq. Çünki başa düşmək lazımdır ki, belə bir komanda ilə oynamaq üçün sadəcə motivasiyanın olması yetərli deyil və motivasiyanın və keyfiyyətin olması. Burada artıq oyunda da daha artıq özünü qoymaq lazımdır. Qarabağ. Среду. Джонни Монтьер, хороший играл с мячом. Больше всего ожидали, что будет опасность оттуда. Но Митю как будто не принимал мер. Достаточно, что да. То есть Митю всегда остался один, да. То есть теперь Яким делает у вас на подготовке, что против всего храка. Может быть, вы там что-то хотели делать, но не смогли это сделать. Як ви вважаєте, ми готувались до Карабаха чи ні? Necə düşünürsünüz? Əlbəttə ki, biz Qarabağla oyuna hazırlaşmışıq. Аналізували ли ми його чи ні? Звісно, ми аналізували. Yəni düşünürsünüz ki, biz onları təhlil etməmişik. Əlbəttə, həm hazırlaşmışıq, həm də təhlil etmişik. Цей хлопець грає в Лігі Чемпіонів. O dediyiniz oyuncu Çempionlar Liqasında oynayır. Він грає проти кращих команд. Özü ən gözəl komandalara І там qarşı показує oynayır. свій рівень. Orada belə öz səviyyəsini göstərir. Ми зараз, хлопці, повинні собі задати питання. Ona görə də bizim oyunçular da bax bu sualı özünə verməlidirlər. Міг він краще зіграти чи ні? Ki onlar da daha yaxşı oynaya bilərdilərmi yoxsa yox? Ми собі, як тренери, задамо це питання. Bunu biz məşqçilər olaraq bu sualı özümüzə verəcəyik. Щось могли ми покращити в тактичних аспектах і якихось настановах на цього? Ki biz həqiqətən də bu oyunla, bu kimi oyunda taktiki aspektləri daha da yaxşılaşdıra bilərdik. Я наголошую, важливо, щоб кожен себе спитав сьогодні. Mən bir daha da elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. І також зрозумів, що його амбіції повинні бути нижчі, чим клуб Нефчі. Саме головне – це клуб Нефчі. Və hər kəs də, hər bir oyuncu da hər zaman öz ambisiyalarını Neftçi klubundan aşağıda saxlamalıdır. Çünki hər şeydən öncə Neftçi klubudur. Свій характер, свої обіди треба залишати. Öz xarakterini, öz nə bilim incikliyini və s. hər şeyi unutmaq lazım. Keçmiş olsun. Bugünkü oyuna hazırlaşmağınızdan heç bir şübhəmiz yoxdur. Amma sanki start heyətində Qurban Qurbanov gözləmədiyiniz bir manevr etmişdi. Start heyətində Musa Qurbanlı var idi. Və müdafiə xətti bu Musa Qurbanlı fırtınasının qarşısını ala bilmədi. Musa bugün 2 qol vurdu, bir məhsullar ötürmə elədi. Bunu həqiqətən əvvəldən gözləmirdiniz? Yoxsa futbolçular, müdafiəçilər yəni Musa'nın qarşısını nə görə ala bilmirdi? Як ми його, звісно, ми не готувалися до нього. І захисники кожен день тренуються. Що ви питаєте? Звісно, це ж футбол.
Він обіграв, забив. На цей момент в якомусь епізоді він був краще. Ну, що, ну, я не розумію. Bilmirəm necə sualınıza cavab Зараз verim. це зовсім не цікаво, тому що зараз саме головне, що ми зрозуміли своє місце. Ми вибачаємось перед болівальниками. Я сподіваюся, це і хлопці, і весь тренерський штаб це розуміє і це робить. Зараз головне проаналізувати, зробити виводи і йти далі. Зараз про тактичні маневри, щось, це не рахунок 5-1. Оце важливо зараз. І це треба проаналізувати. Belə, yəni o suala cavab verməyə bilmirəm necə cavab verim. Başda onu bildirdi. Əlbəttə ki, biz hazırlaşmışdıq, yəni işləyirdik onu, amma adam o həmin mövqelərdə, vəziyyətlərdə daha yaxşı oyun göstərdi və gəlib müdafiəni yararaq keçə bildi. Burada əsas məsələ nədir? Biz onlardan söhbət burada ondan getmir ki, biz nəyi gözləyirdik, nəyi gözləmirdik. Əsas odur ki, biz birinci növbədə öz yerimizi, öz mövqeyimizi bilməliyik. Bugünkü oyunu təhlil edib, araşdırıb nəticələr çıxartmalıyıq. Yəni sadəcə burada taktik məsələlər deyil. Hal-hazırda hesab 5-1-dir də. Bu 5-1 hesabını hər birimiz analiz edib bundan nəticə çıxarıb davam etməliyik. Ancaq hələlik bunu deyə bilərəm. Bir də mən eyni zamanda bugünkü hesaba görə azarkeşlərdən də üzr istəyirəm ki, belə bir hesab oldu. Bugünkü hesabın 4 gün sonra təkrarlanmaması üçün fərqli bir taktika seçib, həm də həmkarımın qeyd elədiyi kimi uzun müddətli Qarabağ qələbəsizliyinə son qoymaq olar. Сподіваюсь, нам це вдасться. Ümidvaram ki, bu bizə Звісно, ми підготуємось, ми əlbəttə виправимо деякі моменти в грі. deməli mən ümid edirəm ki, biz buna nail olacağıq. Əlbəttə bunun üçün biz bəzi məqamları oyunda dəyişəcəyik. У нас будуть зміни у составі, я в цьому впевнений. Bizim heyətdə dəyişikliklər olacaq, mən buna əminəm. Тому я сподіваюся, що нам вдасться це. Ona görə də ümid edirəm ki, bu bizə, yəni biz buna nail olacağıq. Sualım standart olacaq. Avrokubokların yəni çox qızğın bir vaxtında Neftçinin bu cür məğlubiyyəti psixoloji olaraq, mental olaraq nə qədər təsir edə bilər sona 4 tur qalmış? Yəni böyle bir inamsızlıq gətirə bilərmi? Ну, я думаю, що це, звісно, якимось чином впливає на психологічний стан. Ну, якщо ти спортсмен, професіонал, то ти маєш відходити від таких поразок. Ти повинен правильно це проаналізувати, взяти все, що тобі потрібно з цієї гри краще, те, що негативне убрати і покращуватись. Так, звісно, хорошого було дуже мало. Ми це розуміємо, я сподіваюся, і хлопці це розуміють. Але все рівно були моменти, коли ми хотіли грати один в один, коли ми пресингували. Десь нам чогось потім не вистачало. Це інше. Əlbəttə ki, istənilən halda psixoloji deməli təsir olacaqdır. Bunu danmaq olmaz. Amma əsas nədir? Əgər sən peşəkar idmançısansa, futbolçusansa, belə necə deyirlər, məğlubiyyətlərdən necə deyirlər, dirçələ bilməlisən də, yəni onu bacarmalısan. Ona görə də burada əsas nədir? Bu oyuna baxmalısan və oyunda ən yaxşı məqamları götürüb özündə saxlamalısan, pis, negativ məqamları isə yəni aradan qaldırmalısan. Əlbəttə baxmayaraq ki, bu yaxşı məqamlar o qədər çox olmasa da, amma yenə də orada bəzi məqamlar oldu, birin-birə üzə çıxmalar da oldu, bəzi hallarda pressinglər də oldu və bunların hamısını analiz edib həmən o yaxşı məqamları necə daha yaxşılaşdırmaq olar, artırmaq olar, bunun barəsində düşünmək lazımdır. Belə də hərəkət etmək lazımdır. Başqa sual yoxsa Müzəffər sən? Yaxşı, bu da. Питание bu da aslan. Nitqinizdən belə başa düşdüm ki, futbolçuların məşqlərində hansısa bir intizamsızlıq seçilib. Yəni, belə göründü. Hansısa konkret olaraq bir futbolçu ilə ya futbolçularla bağlı belə bir məqam varmı? На даний момент нема. Yoxdur elə bir şey. Да. Звісно, як у всіх,
У нас великий колектив, хтось грає, хто не грає, у когось є амбіції. То це не головне, що є клуб, Нефчі, і нам треба добиватися результату. Ніхто собі не ворог. А якщо прямо відповідати на ваше питання, то ніяких проблем з дисципліною у нас немає в даний момент. Belə deyim, biz Neftçi klubu olaraq böyük bir kollektivi. Əlbəttə orada biraz fərqli xarakter ola bilər, müəyyən fərqli ambisiyalar ola bilər, amma əsas o deyil. Əsas odur ki, Neftçinin yəni hədəfləri, o hədəfləri çatması. Bunu da hər kəs başa düşür. Burada heç bir problem yoxdur. Heç kəs özünə düşmən deyildir. Sizin sualınıza birbaşa olaraq cavab verirəm ki, disiplinlə bağlı, nizam-nizamla bağlı heç bir problem yoxdur. Саме головне, щоб всі зрозуміли, що грати у Нефчі – це привілегія. Hər kəs başa düşməlidir ki, Neftçidə oynamaq bu üstünlükdür.